Amerika Birləşmiş Ştatlarında dəhşətli ailə dramı baş verib. Ana və ögey ata hamilə qızlarını öldürməkdə şübhəli bilinirlər. Bundan əlavə hamiləliyin 38-ci həftəsində ölən qadının anası və bacısının nişanlısı ilə münasibətdə olduğu iddia edilir. Məlumata görə qızın anası 40 yaşlı Courtney Bartolomey və ögey atası Michigan ştatından 47 yaşlı Bradley Bartolomey Rebecca Park'ın ölümü ilə əlaqədar ittiham olunublar. İddialara görə cütlük Rebecca'nı aldadaraq evlərinə, sonra meşəyə aparıblar. Prokurorlar şübhələnirlər ki, onlar Rebecca'nı bıçaqlayandan sonra qız yıxılıb. Daha sonra iddialara görə onlar onun doğulmamış uşağını zorla bətnindən çıxarıblar və nəticədə həm ana, həm də körpə ölüb. Məhkəmə sənədləri göstərir ki, Rebecca'nın anası Courtney və Rebecca'nın bacısı 21 yaşlı Kimberly Park eyni kişi ilə münasibətdə olublar. Həmin kişi Richard Fallor, Rebecca'nın nişanlısı və uşağın atası olub. İddialara görə Rebecca'nın yoxa çıxmasından sonra Kimberly bu işi araşdıran polis məmuruna noyabrın 24-də Fallorla romantik münasibətdə olduğunu deyib. Müstəntiqlər Rebecca'nın meyidini ertəsi gün aşkar ediblər. Bu arada müstəntiqlər tərəfindən dindirilərkən Courtney də Fallorla münasibətdə olduğunu etiraf edib. İddialara görə o ərindən ayrılmağa hazırlaşdığını iddia etsə də fikrini dəyişib. Lakin öldürülənin bacısı qızın sevgilisinin ölümündə əli olduğunu iddia edib. Daha sonra o ifadəsini dəyişib. Courtney və Bradley Bartolomey birinci dərəcəli qətl, ağırlaşdırıcı qətl, işgəncə törətmək üçün sui-qəsd, hamilə qadına hücum nəticəsində düşük ölümlü doğuşa səbəb olma və hamilə qadına hücum nəticəsində düşük ölümlü doğuşa səbəb olma ittihamları ilə ittiham olunublar. Bu daha ciddi ittihamlarla yanaşı hər ikisi qanunsuz həbs və cəsədin gizlədilməsi ittihamları ilə də üzləşir. Bu arada Kimberly Park dəlilləri saxtalaşdırmaqda, polis məmuruna yalan danışmaqda və yalan hesabat verməkdə ittiham olunur.